Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Vəhabi İbn Teymiyəni müdafiə edən Vəhabi, Allah həmd olsun ki, bəhslərimizin, suallarımızın, mövzularımızın heç birinə cavab vermir. Hətta elə mövzu var ki, ikinci dəfə ondan soruşmuşuq, yenə də cavab vermir və cavab verənə də oxşamır, çünki cavab verdikcə əqidələrinin batil və zəlalət olduğunu görür. Məsələn, mən ondan soruşdum ki, Səhih Müslimdə, səhih hesab etdiyiniz kitabda Ömər özü etiraf edir ki, ey Əli, sən və Abbas əvvəl Əbu Bəkir, sonra məni yalançı hesab etdiniz, xain hesab etdiniz, fasiq hesab etdiniz, günahkar hesab etdiniz, vəfasız hesab etdiniz. Buna cavab ver. Bunu nəyə görə əslində zikr eləmişdim birinci dəfə? Ona görə ki, bu ki deyirdi ki, sahabələrdən Allah daimi razıdır, hər zaman razıdır. Bunu bir sual ünvanında, bir misal kimi digər rivayətlərlə birlikdə qeyd etdim ki, əgər belədirsə, Allahın razı qaldığı Əbu Bəkir və Öməri niyə görə digər Allahın razı qaldığı iki sahabə yalançı hesab eləsin? Təsəvvür elə, bir nəfərə Əbu Bəkirə İmam Əli əleyhissalam yalançı kimi baxır və yaxud da Abbas həmçinin yalançı kimi baxır. Əbu Bəkir öndən sonra Ömərə də bu cür baxır, xain kimi baxır, vəfasız kimi baxır. Deməli, əgər rizayət daimi olsaydı özünüzdən uydurduğunuz bu əqidə, onlar da bunu bilmiş olardılar. Necə sən bunu gətirirsən bizim əleyhimizə, şüvən qoparırsınız ayələri ki, istənilən Vəhabinin yanında bir balaca Əbu Bəkirin əleyhinə danış, Ömərin əleyhinə danış, Muaviyyənin əleyhinə danış, olan şeyləri ki, tarixdə var və yaxud öz mənbələrində var, qiyamət qoparırlar. Ayələri gətirirlər, düzürlər yan-yana, soxurlar insanın gözünə. Belə olsaydı, elə onda heç imam ümumiyyətlə Ömərdən narazılıq eləməzdi. Onu xain hesab eləməzdi, onu vəfasız, fasiq, günahkar hesab eləməzdi. Hesab eləyəndə Ömər o ayələri gətirərdi onun üçün. Amma gətirmir, yoxdur belə şeylər. Vəhabilər özlərindən uydururlar belə şeyləri. Cavab vermədi buna, məsələnin üstündən ötdü. İkinci dəfə dedik ki, nə dedi? Bir dənə belə bir söz işlətdi ki, təbii ki, bu batildir. Biz dedik ki, nədir batil olan? Müslümin yazdığıdır batil olan, Ömərin dediyidir, imamın dediyidir, nədir batil olan? Cavab vermədi. Və bundan əlavə həmin bu rivayəti bir daha yadına salırıq, qeyd edirik. Ona görə ki, bu rivayət başqa yerdə bizim dərdimizə dəyir. O da nədir? O da bundan ibarətdir ki, Minhacü Sünnət-i Nəbəviyyə kitabında 7-ci cilddə təhqiq doktor Muhammed Rəşad Səlim səhifə 137-də İbn Teymiyyənin növbəti bir yalanı üzə çıxır. Yalançı Kəzzəb İbn Teymiyyə yalan danışıb həmin bizim bəhsimiz olan məsələdə. O nədir? 4-cü məsələdir. Deyir ki, Allah xəbər verib ki, iman gətirib salih əməl sahibləri üçün vud qərar verəcək, məhəbbət qərar verəcək. Sonra deyir ki, bu Allahdan sadiq bir vəddir. Sonra deyir, وَمَعْلُومٌ أَنَّ اللّٰهَ قَدْ جَعَلَ لِلصَّحَابَةِ مَوَدَّةً فِي قَلْبِ كُلِّ مُسْلِمِينَ. Allah sahabə üçün bütün müsəlmanların qəlbində məvəddət, məhəbbət qərar verib. Ləsiyyəməl xulafə, xüsusən də xəlifələr, ləsiyyəmə Əbu Bəkr və Ömər. Xüsusilə Əbu Bəkir və Ömər üçün. Bu yalanı niyə danışırsan? Biz dedik ki, bu məsələyə toxunacaq. Niyə yalandan deyirsən Ömər üçün sahabələrin qəlbində məhəbbət vardı? Ömər üçün, Əbu Bəkir üçün məhəbbət olsaydı İmam Əlinin əleyhissalam qəlbində, o deyərdi onlara xain. Yəni insan xain hesab etdiyi şəxsin məhəbbətini qəlbində daşıyar. Məsələn, sən özün Vəhabi. Bir anlıq fikirlər, bütün təəssübkeşliyi qoy kənara, qonşuda, qohumda, məhəllədə, iş yerində hər hansısa bir şəxsi xain hesab edirsən, hər hansısa bir şəxsi yalancı hesab edirsən, günahkar hesab edirsən, onun məhəbbəti sənin qəlbində ola bilərmi? Bir anlıq fikirləş də, bir ağıl neməti gözəl bir şeydir, Allahdan ağıl neməti əta eləyib. Bir ağılla fikirləş gör ki, bir insan məhəbbətini qəlbində bəslədiyi şəxsi xain hesab edə bilərmi? Və yaxud xain hesab etdiyi şəxsi sevə bilərmi? Günahkar hesab etdiyi şəxsi sevə bilərmi? Yəni Ömər, Əbu Bəkir orada bir söz deyir ki, Allah Rəsul deyib ki, biz is qoymuruq, peyğəmbərlər is qoymur. Yalancı hesab ediblər həmin şəxsi, təsəvvür edirsən? Yalan danışan hesab edirlər. Allahın dinindən yalan danışan insan hesab edirlər o şəxsi. Necə olur ki, İbn Teymiyyə deyir ki, Əbu Bəkirin məhəbbəti bütün müsəlmanların qəlbində var. Bütün müsəlmanların deyəndə, yəni ilk növbədə sahabə nəsli gedir də. Yəni İmam Əlinin əleyhissalam qəlbində Əbu Bəkir Ömərin məhəbbəti var imiş. Bu yalanı niyə danışırsa? İkinci bir rivayət qoyduq qabağına ki, Müslimdə gəlib ki, Əbu Hüreyrə gedir təbliğ üçün, Ömər onu görür, bir yumruq qoyur onun sinəsinə. Əbu Hüreyrə deyir, dal üstə dəydim yerə. Əbu Hüreyrə niyə Öməri sevməlidir axı? Neyinə görə?
gününü qara elədiyinə görə sevinməlidir. Və yaxud da Peyğəmbərin vəfatından sonra nə edir? Ya aduvallah sözündən istifadə edir Əbu Hüreyrəyə qarşı. Biz dedik ona ki, bilmirsənsə, deyinən yoxdur belə şey, bilmirəm, mənbəsini göstərək səhih rivayətlərdir hamısı. Bilir böyük ehtimalla, yəni araşdırır, eşidəndə, qulaq asanda mütləq araşdırır, görür ki, var. Amma səsi çıxmır. Niyə görə Ömərin məhəbbəti Əbu Hüreyrənin qəlbində olmalıdır? Və yaxud təqtulukal fi'atul bəğiyə, səni bağı azğın tayfa öldürəcək. Niyə görə Əmmarın qəlbində o azğın tayfanın məhəbbəti olmalıdır? Biz orada qeyd etdik ki, Muaviyə dedilər ki, bəs Əmmar ölüb, dedi ki, o Əmmarı Əli öldürüb, gətirib atıb bizim necələrimizin qabağına meydana atıb. Niyə görə Əlinin məhəbbəti Muaviyənin qəlbində olmalıdır? Yəni adam məhəbbətini qəlbində bəslədiyi şəxsə qarşı çıxarmı? Boş-boş mənasız tozihlər uydurublar. Yox, islah üçün çıxmışdı, mən nə bilim, nə etmişdi? Boş-boş söhbətlər damısı. Ki cavablarını biz kanalımızda vermişik, dəfələrlə bəhs eləmişik. Yəni bunların qəlbində bir-birinə məhəbbəti mi var idi? Təlhə Zübeyr bir sahabə ünvanında qəlbində İmam Əlinin əleyhissalam məhəbbətini mi bəsləyirdi ki, ona qarşı çıxdı? Qırıldılar, öldülər, Cəməl döyüşündə çıxıb getdilər. Zamanə imamına qarşı çıxdılar. Bu cür günahlar eləyən şəxs necə olur ki, müsəlmanlar bunları sevirlər? Hansı müsəlman Təlhəni Zübeyri sevər ki, fitnəkarlıq elədilər, zamanə imamına qarşı çıxdılar. Sonra da həmin döyüşdə öldürüldülər. Və hədis var ki, zamanə imamına qarşı çıxan insan ölsə cahil kimi dünyadan gedib. Yəni bu insanların, bu sahabələrin məhəbbəti bütün müsəlmanların qəlbində ola bilərmi? Bunlar yaxşı örnək mi olublar? Yəni yalandan niyə danışırsan ki, bütün sahabələrin qəlbində, bütün sahabələrin məhəbbəti müsəlmanların qəlbində var, məxsusən Əbubəkirlə Ömərin. Həmin Əbubəkir Ömər ki, xanım Zəhra səlamullahi əleyhə öz Müslim kitabları yazır. Müslimə Buxariyə baxsanız, "Vəğadibət Fatimətu bintu Rasulillah sallallahu əleyhi və səlləm" qəzəbləndə Əbubəkir və tərk elədi, getdi oranı, danışmadı. وَلَمْ تُكَلِّمْهُ حَتَّى تُوفِيَتْ Ölənə qədər dindirmədi. Müslim gətirib bunların hamısını. Məşhur deyə mərufdur, cahilləri də bilir, alimləri də bilir. Mənbə qeyd etmək istəmirik. Bizim kanalımıza baxanlar da bilir, dəfələrlə bəhs eləmişik bunu. Bu da Əbubəkir Ömərin məhəbbəti xanım Zəhranın, Əhl-i Beytin qəlbindədir. Belə olsa qəzəblənib küsüb gedib ölənə qədər dindirməzdi. Yəni belə bir şey ola bilərdimi əgər sevsəydilər? Əhl-i Beytin qəlbində Əbubəkir Ömərin məhəbbəti olsaydı xanım Zəhra səlamullahi əleyhə niyə Əbubəkir qəzəblənir? Niyə ölənə qədər onu danışdırmır? Niyə cənazəsinə gəlmirlər? Gecə ikən dəfn edir. Hamısını Müslim yazıb. İmam Beyyət eləməyib onu 6 ay müddətində. Hamısını Müslim yazıb bunları. Bilməsəm problemi yoxdur, düşün, bilmirəm, biz ona göstərək. Yəni İbn Teymiyyə bu cür kəzzəb bir adamdır. Böyütmüsən, bütləşdirmirsən, İbn Teymiyyə elədir, belədir. Cavab ver bunlara. Cavab ver görək ki, bunlara cavabın nədir? Başqa mövzulara getməyin sənin hiləgərliyidir. Biz sənin hilə və aldanan deyilik. Çox görmüşük vəhabilərə bu cür mövzuya atlanırlar, bir mövzu bitməmiş başqa mövzu keçirlər. Bunlara cavab ver, növbə o bir mövzulara da inşallah Teala gələr. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.